Qızlar, bugün qəhvəyi tuşdan istifadə edirəm. Düzdür, o qədər də böyük fərqi görmürəm. Sadəcə daha təbii effekt verir. Çoxdan da istifadə eləmirəm. Axır vaxtlar ancaq qara. Amma indi yadıma düşüb ki, belə bir tuşum da var. Necə oldu qızlar? Bu gözümə baxın, bir də bu gözümə. Düzdür, kipriklərim biraz fərqlidir. Bir qat da çəkə bilərdim, amma çox oynamaq istəmirəm. Vaxtım da azdır, həm də dediyim kimi təbii effekt istəyirəm. Bugün laynerdə yadımdan çıxdı. Qəhvəyi laynerdə çəkməliydim. Eybi yoxdur, üstündən çəkərik. Bu arada mənə abunə olsanız çox böyük dəstək olarsınız qızlar. Saç rəngim qəhvəyi olduğu üçün özümə daha çox qəhvəyi layner və tuş yaraşdıram. Siz bəs qaradan başqa hansı rəngləri yoxlamısınız? Axır vaxtlar qırmızı tez-tez qabağıma çıxır. Belə bir şey alındı. İndi çəhrayı rəngdə blesk çəkəcəm. Liner Physicians formuladandır, blesk isə Rimmel. İkisini də iHerb'dan sifariş etmişəm. Tuş isə Essence. Çox təbii oldu, heç qələmdən də istifadə eləmədim. Və belə bir nəticə alındı qızlar. Mən çox bəyəndim, bəs siz? Gündəlik hansı tuşlardan istifadə edirsiniz? Qara, qəhvəyə, bəlkə başqa bir rəngdə? Mütləq şərhlərdə yazın, mənə çox maraqlıdır və makiyajım haqqında fikirlərinizi gözləyirəm.